Əziz izləyicilərimiz, əziz tələbələrimiz, əziz şagirdlərimiz, əziz bizə baxan tamaşaçılar. Mən Müsal Kəlbəcəri tənqidçi jurnalist, bu günlərim Azərbaycanımızın gözəl, ən ucqar kəndlərindən biri olan Cəfəri kəndindəyik. Bəli, qarlı havalarda, soyuqlu havalarda, yağışlı havalarda buranın yolları çox çətin olub gəlmir. Biz bu günlər gəlmişik, gözəl bir dənə Ağsaqqal müəllimi sizə təqdim edək. Gördüyünüz kimi gözəl övladları, gözəl nəvələri və mən müəllimi sizlərə təqdim eləmək istəyirəm. Mənim adınız, soyadınız? Nağıyev Əl-Qismət Böyükxan. Nağıyev Əl-Qismət Böyükxanoğlu. Neçə ildir təhsil sahəsində çalışmısınız müəllim? 27 il təhsil sahəsində çalışmışam. Bəli. Bundan da qabaq müxtəlif işlərlə çalışmışam. Hansı fən tədris eləmişsiniz müəllim? Riyaziyyat informatika müəllimi olmuşam 27 il. Bəli. Çox gözəl. Biz bax bu qədər ixtisasların sizə nəyə görə riyaziyyat fənini seçdiniz müəllim? Mən İqtisad Universitetinə daxil olmuşdum. 98-ci ildən orada aparıcı fən riyaziyyat idi. Ona görə də riyaziyyata həm marağım, meylim var idi. Elə o münasibətlə də riyaziyyatı seçdim və çalışdım ki, bilik və bacarıqlarımı öz kəndçilərimə, şagirdlərimə öyrədim. Çox gözəl. Biz sizi ki müəllimlərlə fəxr edirik, qürur duyuruq. Arzu edirik ki, inşallah. İndi hal-hazırda neçə yaşınız var müəllim? İndi hal-hazırda 65 yaşım var. Təqaüdə çıxmışam. Yubileyə gəlmişik də onda müəllim. Bəli, yubileyimə gəlmisiniz, Çox xoş gəlmisiniz, səfa gətirmisiniz. Və arzu edirik sizin 70, 75, 90 yaşınız olsun. Nəticələriniz belə inşallah onların başının üstündə olasınız və biz sizinlə bağlı gözəl çəkiliş eləyək. Və biz sizlərlə bağlı sorğular apardıq. Çoxlu sayda şagirdlərdən, tələbələrdən, müəllimlərdən bəli, gözəl sözlər bildirdilər. Bildirdilər ki, biz siz öz fəninizdən əlavə şagirdləri vətənimizi sevməyi, bayrağımızı sevməyi, dövlətimizi sevməyi təbliğ eləmisiniz. Və o cümlədən də gözəl atasınız, gözəl babasınız. Allah təala sizə uzun ömür, can sağlığı versin. Müəllim, siz övladısınız, adınız nədir? Nağıyev Sahil Əl-Qismətoğlu. Çox gözəl. Sahil bəy, atanıza nə arzuluyorsunuz? Uzun ömür, can sağlığı arzulayıram. Hər zaman yanımızda, başımızın üstündə olsun. Biz də onun qolunun, qanadının altında həyatımızı firavan yaşayırıq. İnşallah. Təşəkkür edirəm, minnətdaram. Siz də oğlusunuz. Biz bildiyimizə görə təhsil sahəsində çalışırsınız. Siz də adınız, soyadınız? Nusrət Nağıyev məndə. Nə arzuluyorsunuz müəllimə? Mən də böyük qardaşım kimi uzun ömür, can sağlığı arzulayıram atama. Hər zaman belə mehriban. Canı sağlam. yaşayırıq, bəli. Çox gözəl. Gözəl bala, sənin adın nədir? Zeynep. Zeynəb bala, o gün olsun ki, inşallah sən də baban kimi vətənimizin dəyərli vətəndaşı olasan. Sənin adın nədir gözəl bala? Nilüfer. Nilüfer bala, o gün olsun. Babaya nə arzuluyorsan? Uzun ömür. Can sağlığı. Sənin adın nədir gözəl bala? Zərife. Ay maşallah. Və biz hamının adını dedik, amma anamızın adını demədik. Sizin həyat yoldaşınızın adı nədir? Həyat yoldaşımın adı Nərminədir. Nərminə xanım, siz gəlməmişdən əvvəl bizə bildirdi ki, müəllim gözəl həyat yoldaşıdır, gözəl atadır, gözəl babadır və Nərminə xanıma da sağ ol deyirik. Çağdaş Təhsil komandası olaraq biz sizə uzun ömür, can sağlığı arzu edirik və inşallah arzumuz odur ki, bugün 2026-cı il 8 yanvar tarixidir. Arzu edilib kadrlara 2030, 2040, 2050-ci ildə sizin və nəticələriniz hər zaman sizi gözəl xatırlasınlar. Təşəkkürlər, minnətdaram. Sizə uzun ömür, can sağlığı arzu edirik. Sağ olun, mən də təşəkkür eləyirəm. Bu Sağ ol. nəcib işinizdə sizə uğurlar arzulayıram. Sağ ol. Sağ olun, var olun. Çox sağ olun.